Rəbb İsa'ya həmd olsun. O layiqdir. Rəbb İsa bizim pənah yerimiz, bizim xilaskarımız, ümid verici bir yolumuzdur. Ona görə hər cəhətdən biz ilk növbədə Məsihin izzətini elan edirik. Hər bir vəziyyətdə Məsihi izzətləndiririk. Çünki o layiqdir. Biz bilirik ki, Məsih bizə nə veribdir. Biz bilirik ki, Məsihdən biz nə əldə etmişik. Məsih, nəyə görə biz Məsihə bağlıyıq? Nəyə görə müqəddəs yazıda İsa Məsih deyir ki, mən meynəyəm, atam bağbandır, siz isə budaqlarsınız və məndə qalın. Məndə qalsanız, siz həqiqətən də bəhrə verəcəksiniz və bəhrə verəndə də Rəbbi izzətləndirəcəksiniz. Yenə də bir fikir burada yaranır. Mən istəyirəm ki, bunu yaxşı-yaxşı yadımızda həkk edək. Bəhrə bizim deyil. Bəhrə bizim Məsihdə qalmağımızdır. Asılıdır. Yəni biz adətən, insanlar adətən fikirləşirlər ki, bütün gücümü, bütün var qüvvətimi həsr edəcəm, sərf edəcəm ki, bəhrə gətireyim. Bu biraz yanlış düşüncədir. Bəhrə o vaxt bizim həyatımızda peyda olur, belə deyək, özünü biruza verir o vaxt ki, biz Məsihdə qalırıq. Və Məsihdə qaldığımızın sayəsində onun Yahyanın müjdəsində ümumiyyətlə 3 həqiqət özünü bildirir. Birinci, qalmaq deyəndə, İsa Məsih qalmaq deyəndə 3 şeyi nəzərdə tutur. Birinci, kəlamda qalmaq. Və biz görürük ki, Yahyanın müjdəsində kəlamdan bəhs olunur. Əzəldən kəlam mövcuddur. Kəlam Allahda olub, kəlam Allah olub və kəlam bəşər oldu, aramızda məskən saldı. Və kəlam vasitəsilə müqəddəs yazıda bu Yahyanın müjdəsində İsa Məsih bizə çoxlu həqiqətləri söyləyir və kəlamda qalmağı bizə öyrədir. İkinci, ruhda qalmaq. İsa Məsih deyir ki, siz ruhda qalın, ruhda yaşayın. Kim onun ruhunda yazacaqsa, çünki İsa Məsih çox dəfələrlə deyir, müqəddəs ruh gələcək, sizə hər şeyi öyrədəcək, o sizə ifşa edəcək, o sizə təsəlli verəcək, o sizə hər cəhətdən yol göstərəcək. Başa düşürsünüz? Yəni, İsa Məsih deyəndə ki, məndə qalın, o deməkdir ki, biz ruhda və onun kəlamında, onun ruhunda və üçüncü, onun məhəbbətində yaşamaq, onun məhəbbətində qalmaq. Və İsa Məsih çoxlu sayda Yahyanın müjdəsində bunun haqqında şəhadət edir. Onun məhəbbətində yaşamaq. Və bu qalmaq olanda, onda bəhrə gəlir. Və bəhrə o demək deyil ki, yeni bir necə deyərlər, gözəl bir gözə görünən və yaxud da ki, adamları heyran eləyən bir bəhrə olsun. Yox, bəhrə əslində salihlik bəhrəsidir. Sənin Məsihdə yaşamağının bəhrəsi salihlik bəhrəsi olmalıdır. Və bu bəhrələr əslində bir kökü var, bir təkan nöqtəsi var. Nəyə görə biz istəyirik ki, Məsihdə qalaq? Nəyə görə biz istəyirik ki, Məsihdə yaşayaq? Nəyə görə biz istəyirik ki, biz xidmət edək, ünsiyyətdə olaq? Bunun təkan nöqtəsi var. Və bu təkan nöqtəsi mənim düşüncəmə görə Allahın vədləridir. Allahın vədləri bizə təkan verir ki, biz Məsihlə ünsiyyətdə olaq. Nəinki Məsihlə və bir-birimizlə ünsiyyətdə olaq. Nəinki bir-birimizlə ünsiyyətdə olaq, həmçinin Allahın işini yerinə yetirək. Mən istəyirəm bu günləri biz vədlər haqqında düşünək. Çünki yenə də təkrar edirəm, vədlər o andır ki, bizə təkan verir ki, biz hərəkət edək. Təkan verir ki, biz xidmət edək. Ona görə Rəbbin vədləri haqqında bugünkü mövzumu istəyirəm açıqlayım və mən istəyirəm bir neçə dəfə Rəbbin vədləri haqqında vəz edeyim. Rəbb izin versə, gələn həftə yox, ola bilsin digər həftələr, yenə də Rəbbin vədləri və onlara olan münasibətimiz haqqında mövzu açacağım. Ümumiyyətlə, hər insan bilir ki, vəd nədir? Bizim özümüz də çoxlu vədlər veririk də kimlərəsə. Və çoxlu vədlər də eşidirik. Və biz vəd almağı xoşlayırıq.
Bizə nəsə vəd verəndə, bizə nəsə bir söz verəndə, biz bir-birimizə söz verəndə bizə xoş gəlir. Əsasən yaxşı vədlər verəndə. Məsələn, pis vədlər də var da. Məsəl üçün, adama bir növ təcavüz etmək vədləri olur. Deyirlər ki, mən sənə belə eləyəcəm, belə eləyəcəm, belə eləyəcəm. Bax, göstərəcəm sənə. Bu günləri, məsəl üçün, mən zarafat yanına Əbubəkir qardaşa deyim, mən sənə göstərərəm Abbasqulu bəy. Bu, pis vədlər də var. Amma biz yaxşı vədləri çox sevirik. Müqəddəs yazıda da yaxşı vədlər var, Allah tərəfindən verilən və xoşa gəlməyən vədlər var. Biz adətən xoşa gəlməyən vədləri özümüzə aid etmirik. Biz xoşa gələn, bizim ürəyimizi sakitləşdirən, bizə sülh verən, bizi sevindirən vədlərə daha çox bağlı olmağı üstünlük veririk. Məsələn, biz bir-birimizə vədlər verəndə deyirik, mən mütləq gələcəyim. Hardasa bir görüş olanda, mən mütləq gələcəyim, artıq sən o insanı bir növ onun vədinə etibar edirsən və bilirsən ki, o gələcək, sən onunla bir yerdə vaxt keçirəcəksən. Digər tərəfdən, məsəl üçün, belə bir vəd var insanlar arasında, mən gəlib sənə kömək edəcəm. Mənim bu həftə ərzində, bu 2-3 gün ərzində mənim çox köməyə ehtiyacım vardı. Bu vədi edən adamlar istəyirdim ki, mənə bir zəng eləsin, gəlirəm sənə kömək eləməyə. Və yaxşı vədlər adamı sevindirir. Məsələn, insan var ki, başqa bir insana deyir ki, narahat olma. Mən səni tərk eləməyəcəm, mən sənin yanında olacam. Nə kömək lazımdırsa mən sənə kömək edəcəm. Amma belə olur ki, insanlar öz vədlərini yerinə yetirmirlər. Çox vaxt olur ki, insan söz verir, vəd verir, amma yerinə yetirmir. Biz özümüz də, həyatımızda da elə bir an olur ki, özümüz də söz veririk, amma həyatı keçirmirik. Bu da var. Biz unuda bilirik öz vədlərimizə, söz verdik, yaddan çıxartdıq. Sonra biz öz fikrimizi dəyişə bilirik. Amma Allah belə deyil. Allah yaxşı vəd eləyəndə də, söz verəndə də, xoşa gəlməyən pis vədlər də verəndə də öz sözünün üstündə durur. Onu icra edir. Və Allahın vədləri heç bir şəraitdən asılı deyil. Allah unutmur, Allah səhv etmir. Müqəddəs yazıda biz görürük ki, Allah vəziyyət çətinləşdiyi üçün öz sözünü dəyişmir. Buna görə də müqəddəs kitab diqqətimizi yalnız Allahın vədlərinə deyil, hər şeydən əvvəl bu vədləri verən Allaha yönəldir. Biz adətən vədlərə baxırıq, vədləri istəyirik, Allahın nə söz verdiyini istəyirik, amma Allahın özünü unuduruq. Yəni, belə bir, mən onu keçmişdə çox hər zaman özümdə xatırlayırdım, hər zaman təkrar edirdim. İndi Azərbaycan dilində ola bilsin, biraz qeyri-kamil alındı o tərcümə. Biz Allahdan gələn şeyləri yox, Allahın özünü tapmalıyıq. Başa düşürsünüz, insanlar Allahdan gələn şeylərə daha çox üstünlük verirlər ki, onu mənə ver, bunu mənə ver, canım rahatlaşsın, xoşbəxt olun. Amma Allahın özünü axtarmırlar. Ona görə də ilk növbədə müqəddəs yazı bizə Allahın vədlərini elan edəndə onun nə cür olduğunu göstərir, onun kim olduğunu elan edir, bildirir. Ona görə də bizim ümidimiz, bizim pənah yerimiz yalnız vədə deyil, vəd verənin şəxsiyyətinə əsaslanır. Başa düşürsünüz nə demək istəyirəm? Bizim ünsiyyətimiz, Allahla ünsiyyətimiz ona görə qurulmur ki, Allahdan vəd almışıq. Ona görə qurulur ki, biz Allahın özü ilə ünsiyyətdəyik.
Ona görə də bir ilk növbədə mən istəyirəm ki, bu fikri yadda saxlayaq. Allah öz övladlarına çoxlu sayda vədlər verir. Allahın, əgər müqəddəs yazını oxuyursa, Allahın kəlamda çoxlu vədlər var. Saysız hesabsız vədlər var. Yaxşı vədlərdən danışıram. Bu dəqiqə indi xoşa gəlməyən vədləri qoyuram kənara. Biz deyə bilərik ki, o bizə aid deyil. Biz Məsihdə ancaq xeyirduan sahibiyik. Biz Allah çağırıbsa bizi ancaq xeyirduan üçün çağırıb, ləhnət üçün çağırmayıb. Allah bizi çağırıbsa bağışlamaq üçün çağırılıbdır. Necə deyərlər, cəzalandırmaq üçün çağırmayıbdır. Biz bunu etiraf edirik. Və Həvvari Peter öz məktubunda, 2-ci məktubda yazır, Allah bizə çox böyük və dəyərli vədlər verdi. Çox maraqlıdır. Allah bizə çox böyük və dəyərli vədlər verdi. Yəni, bununla onu göstərir ki, Peter göstərir ki, Allah öz övladlarını ümidsiz və qayğısız qoymur. Mənim məqsədim var bunların hamısını deməkdir. O vədlər bizim hər birimizin aslı ola bilər. Hər birimizin özümüzün şəxsi vədlərimiz ola bilər. Amma bu vədlər bizi birləşdirməlidir. Başa düşürsünüz, imanlı cəmiyyətində hərənin özünə görə bir vədi Allahdan alır. Əgər alıbsa, o ən xoşbəxt adamdır. İnsan var ki, imanlıdır, illərlə imanlıdır, amma Allahdan bir vəd almayıbdır. Vəd adətən nəyə yönəlir? Gələcəyə, gələcək dövrlərə. Və sən o gələcək dövrlərə gedib istəyirsən, can atırsan, o sənin bütün həyatında olan bütün o, necə deyərlər, anlaşılmazlıqlar, çətinliklər sənə mane ola bilməz ki, o vədə tərəf sən addımlamayasın. Sən bütün qüvvənlə, əgər o vədi Allahdan əldə etmisənsə, sən o vədə can atırsan. Bütün fikrinlə, bütün vücudunla, həyatında olan hər bir anı çalışırsan ki, o vədə yetişəsən. İndi belə bir sual verə bilərəm ki, o vəd bizdə var, yoxsa yoxdur? Hər birimizdə ayrı-ayrılıqdır. Mənə verilən vəd sizə verilən vədlərdən fərqli ola bilər. Amma sənə verilən vədlər, mənə və yaxud digər başqasına verilən vədlər ümumi məqsədə görə verilir. Və Allah öz cəmiyyətində hər bir şəxsə ayrı-ayrılıqda vədlər verəndə, bu vədləri bir balaca araşdıranda, deyəndə ki, Allah mənə belə bir vəd edir, mən deyirəm də, və digər başqası deyir ki, Allah da mənə belə vəd edir. Oturub fikirləşməliyik ki, ümumi məqsəd, ümumi gələcəkdə olan o son nöqtə nədən ibarətdir? Müqəddəs yazılarda vədlər çoxdur. Ümumi vədlər var və şəxsi vədlər var. Ümumi vədlərdən danışsaq, məsəl üçün, mənim ən çox sevdiyim vədlərdən biri İsa Məsihin axırıncı vədidir. Axırıncı vəd nədən ibarət idi? Mən sizinləyim. Mən sizinləyim. Əbədiyyəm. Sonsuzluğa qədər. Bu ən gözəl vəddir. O əmr verir və sonra vəd verir. Əmr verir ki, gedin bütün insanları və mənim şagirdim edin, onları ata, oğul və müqəddəs ruh adı ilə vəftiz edin və onları mənim əmrlərimi icra etməyə öyrədin. Mən də öz sözlərimlə dedim. Və sonra nə deyir? Və budur, mən sizinləyəm. Müqəddəs yazıda belə bir vəd var ki, mən səni tərk etməyəcəm. Allah deyir ki, mən səni tərk etməyəcəm. Ümumi vədlərdir bunlar. Hər birimizə aiddir. Amma bundan əlavə, məsələn, başqa bir müdriklik vermək vədi. Allah vəd edir ki, mən səni hikmətli edəcəm, müdriklik yolu ilə aparacam. Allah vəd edir ki, o bizi möhkəmləndirəcək, güclü edəcək. Və yaxud dualarımızı eşitmək. Bu da vəddir, deyilmi? Allah bizim dualarımızı eşidəcək və cavab verəcək. Günahkar insanların günahını bağışlamaq vədi var. Allah vəd edir ki, mən sizin günahlarınızı bağışlayacağım. Allah vəd edir ki, öz övladlarının qayğısına qalacaq.
Bu da gözəl bir vəddir. Heç kim mən deyə bilmərəm ki, Allah ancaq mənim qayğıma qalacaq. Allah sənin də qayğına qalır və minlərlə, milyonlarla insanların qayğısına qalır. Və bizim ümid yerimiz gələcəkdə bir ümumi ümid yerimiz ondan ibarətdir ki, Allah bizə deyir ki, son gündə mən sizi dirildəcəyim və sizə əbədi həyat verəcəm. Ona görə də Məsihçi, imanlı Məsihçi yalnız bu gün üçün, bu günün vədi üçün yox, gələcək vədlərə görə də yaşamalıdır. Mən çox istəyirəm ki, ümumiyyətlə, burada 4 nəfərdir, 5 nəfərdir, fərqi yoxdur. Hərənin özünə görə bir vədi olsun. Allahdan aldığı bir vəd olsun. Çünki bu bizim həyatımızı dəyişəcək. Allahın bizə verdiyi vəd və ya söz bizim həyatımızı dəyişmək gücünə malikdir. Nəyə görə insanların həyatı dəyişməyə çətindir? Bilirsiniz nəyə görə? Çünki o adətən insanlar özlərinə güvənirlər, öz güclərinə güvənirlər. Amma Allahın vədlərinə yiyələnən adam tez bir anda o qüvvəti, o gücü əldə eləyir və dəyişməyə qadir olur. Allahın sözü, Allahın vədi insanlara qapılar açır. Və ikinci prinsip ondan ibarətdir ki, biz bunu da yaddan çıxartmalıyıq. Allah öz vədlərinə sadiqdir. Hər zaman. Və o sadiq olmaya bilməz. Əgər söz veribsə, o bunu edəcək. Həvari Pavel deyir ki, sizi çağıran Allah sadiqdir və bunu edəcək. Həyata keçirəcək. Bu, çətin dövrdən keçən insan üçün gözəl bir vəddir. Hər bir insan ki, çətinlikdən keçir, bu gözəl bir vəddir. Paul burada demir ki, hər şey yaxşı olacaq. Paul burada imanları sakitləşdirmir. Halbuki, Paul bu sözü yazanda imanlar çoxlu sadə təqib olunurdular. Amma imanlılara Həvari Pavel bir növ yada salır ki, Allahın vədləri var və Allah sadiqdir və o dediyini həyata keçirəcək. O dediyini yerinə yetirəcək. Ona görə də bizim əminliyimiz, bizim həyatımızın əminliyi həmişə asan yolda, həmişə asan vəziyyətdə olmağımızdan asılı olmamalıdır. Biz başa düşməliyik ki, əgər biz yaxşı, sadə, belə deyək də, çox da çətinliyimiz olmasa, deməli biz xeyr-dua altındayıq. Deməli, hər şey qaydasındadır. Yox. Rəbb istəyir ki, çətinlikdə də olanda, asanlıqda da olanda biz onun vədlərini əldə edək və onun vədlərinin həyata keçirilməsi üçün addımlayıq. Bizə təkan verən, bizim həyatımıza, belə deyək də, o impuls deyirlər də, o impulsu verən Allahın vədləridir. Mən çox istəyirəm ki, bizim həyatımızda istər fırtına olsun, istər sakitlik olsun, istər qələbə olsun, istər məğlubiyyət, fərqi yoxdur. Biz Allahın vədlərində yaşaya bilək. Bizim ümidimiz şəraitimizdən asılı olmamalıdır. Hər şey yaxşı olanda mən Allaha güvənirəm demək çox asandır, deyilmi? Amma ən yaxşı yol nə vaxtdır? Biz deyirik ki, Allahın nə etdiyini mən başa düşə bilmirəm. Amma mənim Allahın kim olduğunu, mən Allahın kimə iman etdiyimi mən yaxşı bilirəm. Mən bilirəm mənim Allahım kimdir, hansı qüdrətə malikdir, hansı biliyə malikdir və nə etməyə qadirdir. Bax, budur əsas prinsip. Ona görə də Allah yalnız vəd etmir. O həm də öz vədini yerinə yetirir, icra edir.
Rəbbin kitabında, Yaşa kitabı, Yaşa, Allahın kəlamında, Yaşa kitabında çox güclü sözlər var. Müqəddəs yazıda belə bir söz yazılır. Rəbbin İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı. Hamısı yerinə yetdi. Yaşa kitabı. Yaşa kitabın yanında fikirləşin. İsrail xalqı hansı çətinliklərdən keçirdi? Əgər səhranı yadımıza salsaq, görərik ki, onlar Allaha qarşı üsyan edirdilər, deyinirdilər, Allaha qarşı çıxırdılar, İsrail xalqını, imanını sarsıdırdılar və onlar 40 il ərzində, uzun bir müddət ərzində səhrada yaşadılar və yeni bir nəsil vəd olunmuş torpağa daxil oldu. Və Yeşua görün nə deyir? Allahın İsrail nəslinə söylədiyi bütün yaxşı sözlərdən heç biri boşa çıxmadı. Nə ki, yaxşılıq məqsədi daşıyan vədlər var idi, Rəbb onları İsrail xalqının həyatında yerinə yetirir. Hamısı yerinə yetirir. Əgər o vəd varsa həyatımızda, o icra olunacaq. Mənim məqsədim var. Nəyə görə mən bu qədər birinci danışdım ki, Allah öz övladlarına nə verir? Çoxlu sayda vədlər verir. Çoxlu sayda. Bilirsiniz, elə bir ki, təsəvvür edin ki, durmuşsunuz alma ağacının altında güclü bir külək əsir və alma ağacı yetişibdir. Bütün o almalar hamısı yetişibdir. Əlinizdə bir dənə, belə deyək də, belə bir zəmbil var. Əlinizdə zəmbil tutmuşsunuz alma ağacının altında və külək o ağacı sirkələyir və bütün almalar tökülür yerə. Mən inanmıram ki, sizin o zəmbilinizə alma düşməsin. Əlinizdə zəmbil tutmuşsunuz alma ağacının altında və ağac sirkələnir, meyvələr tökülür və təsəvvür edin ki, sizin zəmbilinizə bir dənə də olsun alma düşmədi. Bu mümkündür. Müqəddəs yazıda Allah deyir ki, yəni müqəddəs yazıda kəlam deyir ki, Allah öz xalqına, öz övladlarına çoxlu sayda vədlər verir. Yəni mən demək istəyirəm ki, o vədlər o alma ağacının almalarıdır ki, tökülür. Və əgər sənin zəmbilin varsa, sənin o qabın varsa, o alma ağacının altında, Allahın o necə deyirlər, vədlərinin altında, mən inanmıram ki, ora bir vəd düşməsin. Rəbb öz xalqına çoxlu sayda vədlər verir. Və Rəbb, Allah öz vədlərinə həmişə sadiqdir. Bu ikinci prinsipdir. Çoxlu sayda verir və söz veribsə, bir dənə söz veribsə, bir dənə vəd veribsə, ona sadiqdir. 5 dənə vəd veribsə, ona sadiqdir. Və üçüncü biz onun haqqında danışdıq ki, Rəbb öz vədlərini yalnız vəd etmir. O, həm də icra edir. Sənin həyatında icra edir. İndi istəyirəm ki, biz düşünək. Gəlin bir yer açaq. Mən bunların hamısını sizə bir şey üçün hazırlayırdım. Romalılara məktub 4-cü fəsil 18-21. Adətən müqəddəs yazıda imanlar arasında müqəddəs yazını birinci oxuyurlar, sonra vəz eləyirlər. Mən indi keçmişəm tərsinə. Birinci fikirlərimi deyirəm, sonra müqəddəs yazıda açıb oxuyacaq. Romalılara məktub 4-cü fəsil çox gözəl bir yerdir. 18-21 yazılıbdır. Heç bir ümid olmadığı halda bir də bir fikir verin. Heç bir ümid olmadığı halda rus dilində ola bilsin, başqa cür səslənir. Bir də oxuyum. Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, nəslin o qədər olacaq. Hətta təxminən 100 yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı.
amma imanı azalmadı. Allahın vədlərinə imansızlıqla şübhə etmədi. Əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi. Tələsməyin oxumağa. Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. Hansı prinsipləri görürük? Allah vəd verir. Hə? Birinci vəd, çoxlu sayda vəd verir. Allah çoxlu sayda vəd verir. İbrahimə neçə dənə vəd verilmişdi? Mən sənə xeyir-dua verəcəm, mən sənə adını izzətləndirəcəm, mən sənə böyük bir nəsil verəcəm və sənə bir torpaq verəcəm. Öyle bir şey sanki Allah'ı dayandırmaq mümkün değil. Vəd verir, bir dənə, iki dənə, bir dənə vəd verir. Amma İbrahimə bir neçə vədlər verir. Hə? Biz burada görürük Allah çoxlu sayda vədlər verir. İkinci, öz vədlərinə sadiqdir Allah. Biz görürük burada İbrahimə sadiqlik göstərir və üçüncü, Allah öz vədlərini yerinə yetirir. Və burada da görürük ki, tamamilə əmindir ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir. Buna görə də imanı ona salihlik sayıldı. Amin. Allah kəlamıdır. Allah çoxlu sayda vəd verir. Allah öz vədlərinə sadiqdir, unutmur. Əgər söz verdisə, yaddan çıxmır. Və Allah öz vədlərini həyata keçirir, yerinə yetirir. Burada İbrahim bizim önümüzdə bir nümunə kimi qoyulubdur. Və İbrahimə baxanda biz başa düşürük ki, əgər İbrahimin, qoca bir kişinin həyatında Allah çoxlu sayda vəd verirsə, onları icra edirsə, onlara sadiq qalırsa, bizim kimi gənc adamların, mən də özümü gənc hesab edirəm, gənc adamların həyatında da Rəbb çoxlu vədlər verir. Düzdür, Allahın vədlərini mən 30 yaşında, 32 yaşında almışam. İndiyənə kimi də o vədlər mənə təkan verir, impuls verir. Mən hər zaman ona gedirəm. Mən istər tək olum, istər cüt olum, istər yüzlərlə ətrafımda olum. Mən bilirəm kimə iman etmişəm və mən bilirəm kim mənə vəd veribdir və mən bilirəm nə ilə məşğulam. Başa düşün bunu. Və bu həyatımın bir hissəsi deyil. Həyatımın tamamilə böyük bir hissəsidir. Tamamilə özünə həsr eləyən bir hissəsidir. Və mən çox istəyirəm ki, bizim də həyatımızda Allahın verdiyi vədlər olsun. O vədlər ki, bizə təkan verəcək, bizi yaşadacaq, bizim həyatımızda böyük bir rol oynayacaq. Nəyə görə bir insan aktiv deyil? Nəyə görə insan öz xidmətinə sadiq deyil? Nəyə görə insan cəmiyyətə, toplantıya bağlı deyil? Nəyə görə insan hər hansı bir işi görənə kimi gərək pastor ya digər başqa qardaşlar dərdən qabıqdan çıxsın ki, bir insana motivasiya versin ki, onu elə, bunu elə, bunu elə, onu elə ki, xeyir-dua tapasan və ruhani həyatında irəliləyişin olsun. Bilirsiniz nəyə görə bu əziyyətlər çəkilir? Çünki insanın daxilində, qabında o vədlər yoxdur. İnsan Allah tərəfindən yoluxulu, xəstələnməyibdir. Allah bizi öz vədləri ilə yoluxdurur. Və İbrahim də bu qoca vaxtında bu xəstəliklə, bu arzularla, bu görüntü ilə, bu vədlərlə sanki yoluxdu. Başa düşürsünüz, daxilində sanki o elə bir o vədlər onu özünə təslim etdi. Və İbrahim başqa cürə düşünə bilmirdi. İbrahim başa düşürdü ki, Allah öz vədlərini icra edəcək, əgər o Allah tərəfindən deyilibsə. Təsəvvür eləyin ki, nəyə görə mən bunu deyirəm, nəyə görə bu əminliklə deyirəm ki, İbrahim bütövlüklə Allaha etibar etdi. Bilirsiniz nəyə görə? 22 il keçdi, 22 ildən sonra İbrahim Allaha müraciət edib deyir ki, sənin vədlərinlə mən yaşadım və sənə sadiq qaldım. Amma nəyin varsa
bu quluma verəcəm. Rəbb deyir, yox. Səndən bir oğul da olacaq. Sənin torpağın da var, sənin adın da var və sənə böyük bir nəsil, sənin vasitəndən böyük bir nəsil törədəcəm və Rəbb onun həyatında bunu icra edir. Və biz bunu görürük, bir nümunə kimi İbrahimin həyatına baxıb bu nümunəni görürük və mən əminəm ki, bir çox qəhrəmanlar var müqəddəs yazıda. Onların hamısı bizə bir nümunədir. Ola bilsin kimin üçünsə İbrahim nümunədir. Kimin üçünsə Pavel ola bilər nümunə. Kimin üçünsə başqa bir şəxsiyyət, Davud və yaxud digər Şamuel peyğəmbər, bir çox adamlar nümunə ola bilərlər. Amma o qəhrəman bizim həyatımızda var, yoxsa yoxdur? O qəhrəman haqqında biz düşünürük, yoxsa yox öz həyatımızda? Biz deyirik, ola bilsin şəraitə baxırıq, ola bilsin öz vəziyyətimizə baxırıq və deyirik ki, bu mümkün deyil. Amma Rəbb deyir, insan üçün mümkün olmayan Allah üçün mümkündür. İnsan üçün qeyri-mümkün olan Allah üçün mümkündür. Allah qadirdir. Və Rəbb İsa Məsihin həyatına baxanda biz görürük ki, Məsihin də həyatında o vədlər var idi. Hansı vədlər var idi Məsihin həyatında? Məsih hansı vədlərlə, atanın hansı vədləri ilə yaşayırdı? Ümumiyyətlə, biz görürük ki, İsa Məsih atanın bütün sözlərinə sadiq qalıb, ondan eşitdiklərini həyata keçirib yaşayırdı. O deyirdi ki, mən öz iradəmi yox, atamın iradəsini yerinə yetirirəm. Atamdan nə eşitmişəmsə, atamdan nə almışamsa, mən onu həyata keçirirəm. Və biz də İsa Məsihin şagirdləri isə, biz də atadan eşitdiyimizi həyata keçirməliyik. Mən belə düşünürəm ki, bu bizim həyatımızı, imanlı həyatımızı asanlaşdıracaq. Əgər Allahın vədinə alsaq, nail olsaq və onu həyatımızda izləsək, bizim həyatımız, ruhani həyatımız asan olacaq. O vaxt çətin olur ki, həyatımız. Biz bilmirik, nə edirik, biz bilmirik, hara gedirik, biz bilmirik, nə işlə məşğuluq, nəyə görə edirik, onda çətinləşir. Onda həyatımızda olan o məna itir. Ona görə mən sizi çağırıram ki, özünüzə sual verin. Bir sual verin, vacib sual verin. İkinci sual da var. Allahın mənim həyatımda vədi var, yoxsa yoxdur? Mən o ikinci söz, mən o vədi bir cümlə ilə ifadə edə bilərəm, yoxsa yox? Adətən insan deyir, bəli, var, mənim həyatımda Allahın vədi var. Deyirəm, bir cümlə ilə ifadə eləyə bilmir. Onu başa düşmək lazımdır, onu cümlə ilə düzmək lazımdır və onu etiraf eləmək lazımdır, onu iqrar eləmək lazımdır ki, o vəd sənin həyatında təsir etsin, sənin həyatına təkan versin. Elə bir peyğəmbər yoxdur ki, o Allahdan vəd olmasın. Elə bir qəhrəman, müqəddəs yazıda qəhrəman yoxdur ki, Allahdan vəd almasın. Elə bir həvari yoxdur ki, onların həyatında Allahın vədi olmasın. Biz imanlıların həyatında Allahın vədi var, yoxsa yoxdur? İbrahim Allahın bütün vədlərinə yiyələndi. Çünki Allah ona yaxın idi. Çünki Allah onunla idi. Allah onu salih saydı. Və Allah bütün fikirlərini onunla bölüşürdü. Mənə elə gəlir ki, mənim şəxsi öz fikrimdir. Mənə elə gəlir ki, biz İbrahimdən Allaha daha yaxınıq. Eşidirsiniz bunu? İbrahim Allaha yaxın idi. Biz isə İbrahimdən daha yaxınıq. Biz İbrahimin övladlarıyıq, iman etdiyimizə görə. Amin. Biz İbrahimin övladlarıyıq. İman yolunda Qalatiyalılara məktub yazılıb ki, biz İbrahimin övladlarıyıq. Amma ruha görə, müqəddəs ruha görə İbrahimdən bəlkə də 5 addım qabaqdayıq. Çünki İbrahimdə o ruh yox idi.
bizdə isə Allahın ruhu var. Bizdə Allahın ruhundan əlavə İsa Məsihin ağlı var. Bundan əlavə bizdə xilas var, əbədiyyət var, bizdə çox şey var. Və mən belə fikirləşirəm ki, necə ki İsa Məsih deyir, Yahyanı nəzərdə tutur, Yahya vəftisini nəzərdə tutur, deyir ki, Yahya bütün peyğəmbərlərdən üstün bir şəxsiyyət idi. Amma Allahın padşahlığına daxil olan Yahyadan üstündür. Görün nə qədər biz Allaha yaxınıq, görün nə qədər biz Allahınla ünsiyyətimizdə ona daha yaxınıq. Ona görə də mən çox arzu edirəm ki, biz bunu öz ürəklərimizdə səsləndirək. Allah bugün mənə nə deyib? Allah bugün mənə nə vəd edibdir? Və mən o vədlərlə irəliyə, həyatımın gələcəyinə doğru addımlayıram, yoxsa yox. Və mən dua edirəm hər dəfə ki, ya Rəbb, qoy cəmiyyətimizdə az adam olsun. Qoy cəmiyyətimizdə çox da, necə deyərlər o, müqəddəs yazıda deyir, taxılın yanında həmişə nə bitir? Yosun, yonca. O yonca az olsun, amma taxılı çox olsun. Və hər bir taxılın özünün içində, daxilində 30 qat, 60 qat, 100 qat bəhrə olsun. O bəhrələrin olması üçün isə biz Allahın vədlərindən yiyələnməliyik. Ona görə də gəlin qalxaq, dua eləyək və deyək, ya Rəbb, əgər mən başa düşmürəm, gələn dəfə də yenə də danışacağıq bunun haqqında. Mən bilmirəm hansı yolla sən o vədləri verirsən. Kimsə deyir, müqəddəs yazını oxu, Rəbdən vədlər alacaqsan. Kimsə deyir, dua elə, Rəbdən vəd alacaqsan. Kimsə deyir, xidmət elə, Rəbb sənə vədlərini yetişdirəcək. Hərənin bir yolu var, hərənin bir açıqlaması var. Biri deyir, gərək peyğəmbərlik sözü olsun. Digəri müxtəlif yollarla Allahın vədlərini əldə etməyə çalışırlar. Və bu onlara həyat tonusu verir, həyat tərzi verir. Özümüzə sual verək, ya Rəbb, mənə öz vədlərini açıqla. Və mən o vədləri əldə etmişəm səndən, yoxsa yox. O vədlər mənə təkan verirmi? Gələcəyə doğru gedim, yoxsa yox. Qoy Rəbb bizə xeyir dua versin.